Aylarla davam edən hazırlıq və imtahan marafonu indi növbə ən məsuliyyətli mərhələyə çatıb. İxtisas seçiminin başlamasına az qalıb və minlərlə abituriyent gələcəyini müəyyən edəcək qərarı verməyə hazırlaşır. Həyəcan və tərəddüd isə getdikcə artır. Bəziləri arzuladığı peşəni, bəziləri isə topladığı bala uyğun ixtisası seçməyə çalışır. Bəs düzgün seçim etmək üçün hansı məqamlara diqqət yetirilməlidir? Mən 2-ci qrup üzrə 584 bal toplamışam. Qarabağ Universitetində maliyyə ixtisası üzrə vermək istəyirəm. Bundan əlavə UNEK-də yazmaq fikirləşirəm. Birinci yerdə Qarabağ Universitetində maliyyə ixtisasını yazacağam. İkinci yerdə Qarabağ Universitetində iqtisadiyyat ixtisasını yazmağı düşünürəm. Biz müəllimlə məsləhətləşərkən, müəllim də yazdıqlarımı təsdiqlədi və dedi ki, bu sənin balın bu yerlərdə düşür. Bundan əlavə mən də özümə inanıram ki, topladığım bal bu ixtisaslara düşəcək. Bu il blok və buraxılış üzrə 421,4 bal yığmışam, 3-cü qrup üzrə. Hər abituriyent kimi məndə də eyni həyəcanlar və eyni hisslər var. Lakin mən bir Qarabağlı olaraq və Qarabağlı ailəsinə böyümüş bir uşaq olaraq Qarabağ Universitetində təhsil almaq istəyərdim. Eyni zamanda müəllimin mənə tövsiyəsi üzrə 4 avqust 2026-cı il tarixində jurnalistika üzrə imtahan da vermişəm. Əlbəttə ki, risklər çoxdur, lakin mən özümə və müəllimə çox güvəndiyim üçün düşünürəm ki, Qarabağ Universitetində təhsil almaq şansım var. Mütəxəssislər hesab edir ki, yüksək bal toplamaq hələ uğurlu ixtisas seçimi demək deyil. Yanlış seçim nəticəsində bəzi abituriyentlər hətta yüksək balla belə istədikləri ixtisasa qəbul ola bilmirlər. İxtisas seçərkən yalnız bala deyil, şəxsi maraq və bacarıqlara da üstünlük verilməlidir. Çünki sevilmədən seçilən ixtisas sonradan peşə və ya ixtisas dəyişikliyi ilə nəticələnə bilər. Hesab edirəm ki, ötən ilki, əvvəlki illərin keçid balları diqqətlə yanaşmaq lazımdır. Ən çox təbii ki, abituriyentin istədiyi sahələr, ixtisaslar seçilməlidir və tutaq ki, bu il üçün qazandığı baldan, keçən ilki keçid balından müəyyən qədər yüksək ixtisaslı sahələr seçilməlidir. Bu ilki keçid ballarına yaxın olan ixtisaslar və əlbəttə ki, özünü sığortalamaq üçün əvvəlki ildə bugün qazandığı bala müvafiq olaraq ondan bir qədər aşağı ballı ixtisaslar seçilməlidir. Və düşünürəm ki, əgər belə olsa, əlbəttə ki, abituriyentlər istədikləri yerə daxil ola bilərlər. Amma Dövlət İmtahan Mərkəzindən isə tövsiyə edilir ki, abituriyentlər ixtisas seçimi zamanı yalnız abituriyent jurnalının 4-cü sayında yer alan rəsmi məlumatlara istinad etsinlər. Jurnalda ali təhsil müəssisələri, ixtisas kodları, plan yerlərinin sayı, eləcə də ödənişli ixtisaslar üzrə təhsil haqqı barədə məlumatlar əks olunacaq. İxtisas kodları da məhz bu rəsmi mənbədən götürülməlidir. Kitabçalar hər bir ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunacaqdır. Burada həm ümumi müsabiqə şərtləri göstərilir, eyni zamanda ixtisas seçimi hüququ olan abituriyentlərin sayı veriləcəkdir və onların imtahan nəticələri 10 ballıq intervallarla təqdim olunacaqdır. Hər bir abituriyent bu jurnala baxıb fərdi imtahan göstəricilərinin hansı yerdə olduğunu müəyyən edə bilər. Tutaq ki, 500 və yuxarı bal toplayan abituriyentlərin sayı nə qədərdir? 510, 520, 600, 150-dən 700 bala qədər biz bu 10 ballıq intervallarla abituriyentlərin sayılarını veririk. Dövlət İmtahan Mərkəzindən həmçinin tövsiyə edilir ki, ixtisas seçimi zamanı yalnız oxumaq istədikləri ixtisasları siyahıya daxil etsinlər və seçimi başqalarına etibar etməsinlər. Xüsusilə sosial şəbəkələrdə özünü ixtisas seçimi üzrə ekspert kimi təqdim edən tanımadıqları şəxslərə güvənməmək daha məqsədə uyğun hesab edilir. Necə deyərlər, ixtisas seçimi yalnız toplanan bala deyil, həm də abituriyentin maraq, bacarıq və gələcək hədəflərinə uyğun aparılmalıdır. Nəzrin Elxan qızı, Sərxan Daşdəmirov, İTV Xəbər.